2010-cu ildə pensiya qanunvericiliyinə edilən dəyişikliklər əsasında 2017-ci ildən etibarən yeni qaydalar qüvvəyə mindi. Bu qaydalara əsasən kişilərin pensiya yaşı hər il 6 ay artırılmaqla 63-dən 65 yaşa, qadınların pensiya yaşı isə eyni qaydada 60-dan 65 yaşa qaldırıldı. Bu yanaşma Qərbi Avropa ölkələrinin təcrübəsinə əsaslanaraq tətbiq olundu. Həqiqətən də bir çox Avropa ölkələrində pensiya yaşı 65-dir. Bu fikirləri iqtisadçı Xalid Kərimli konkretaza açıqlamasında səsləndirib. Lakin burada nəzərdən qaçan bir vacib məqam var idi. İnkişaf etmiş ölkələrdə orta gözlənilən ömür müddəti Azərbaycandakından təxminən 7-8 il daha uzundur. Məsələn, Azərbaycanda bu göstərici orta hesabla 75 yaş civarındadırsa, Avropa ölkələrində 82-83 yaş arasındadır. Bu fərq əsasən tibb xidmətlərinin səviyyəsi, qidalanma keyfiyyəti, ətraf mühitin sağlamlığı və ümumi həyat şəraitinin üstünlüyü ilə izah olunur. Azərbaycanda da gözlənilən ömür müddətinin artacağı proqnozlaşdırılır. Təxminən 2035-ci illərdə bu göstəricinin 78 yaşa çatması gözlənilir. Lakin pensiya yaşının artırılması bu gözlənilən ömür artımı baş vermədən həyata keçirildi. Bu səbəbdən hesab edirəm ki, qanun tələsik qəbul olunub və daha sağlam əsaslarla planlaşdırıla bilərdi. Hazırda qanun qüvvədədir və icra edilməlidir. Lakin vətəndaşların hüquqları ilə bağlı narahatlıq doğuran məqamlar da mövcuddur. Pensiya sistemində əsas yanaşma toplanmış pensiya kapitalının 144-ə bölünməsi ilə aylıq pensiyanın hesablanması. Yəni pensiya yaşı 65, orta gözlənilən ömür isə 75-76 yaş olarsa, bu vətəndaşların həm pensiya müddətinə, həm də aylıq məbləğə mənfi təsir göstərir deyə ekspert bildirib.